Salam müəllimlər və müəllim olmaq istəyənlər. Mən Qurukulum təlimçisi Xalidə Əbdülzadə. Bugün sizlər üçün növbəti mövzu izahım sinifin idarə edilməsi mexanizmləri və strategiyalar olacaq. Mövzumuzun izahına keçmədən öncə ödənişli dərslərimiz haqqında məlumat verim. Ödənişli dərslərimiz həftədə 3 dəfə olmaqla Google Meet platforması üzərindən təşkil olunur. Qabaqcadan mövzu izahları sizə göndərilir. Mövzularla bağlı açar sözlər sizə verilir. Dərs vaxtı geniş, ətraflı sual-cavab olunur. Hər kəsə fərdi yanaşılır və qrupda maksimum 8-10 müəllim olur. Mövzulara uyğun, bölməyə uyğun testlər, sınaqlar işlədilir və qəbul tipli sınaqlar işlənilir və ən əsası da ödəniş hər kəsin bütçəsinə uyğun olaraq təşkil olunur. Ödənişli dərslərimizə qoşulmaq üçün əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək mövzumuzun izahına sinifin idarə edilməsi mexanizmləri və strategiyalar. Təlim-tədris prosesində müəllimdən tələb olunan səriştələrdən biri də sinifin düzgün idarə olunmasıdır. Sinif düzgün idarə olunarsa, deməli, şagirdlərin də akademik nailiyyətləri yüksək olar. Yəni, sinifin düzgün idarə olması deyəndə, müəllim şagirdlərin dərs zamanı nizamlı, intizamlı olmalarını gözləyir. Dərsə şagirdlər hazırlıqlı olmalıdır və şagirdlərin diqqəti dərsdə olmalıdır. Təbii ki, bu hallar bir arada olarsa, akademik nailiyyətlər də yüksəlmiş olar. Yox, əksinə, sinif düzgün idarə olunmazsa, burada effektiv öyrənmə baş verə bilməz. Əgər şagirdlər nizam-intizamsızdırlarsa, bir-birinə qarşı hörmət qoymurlarsa, davranışlarını idarə edə bilmirlərsə, təbii ki, burada xaos yaranar və burada effektiv öyrənmə baş verə bilməz. Ona görə də sinifin düzgün idarə olunmasında müəllimin rolu böyükdür və müəllim sinifin düzgün idarə olunması zamanı sinif daxili münasibətləri tənzimləməlidir. Dərs zamanı vaxt itkisinin qarşısını almalıdır və əsası da öyrənmə mühitinin səmərəli qurulmasında əhəmiyyətli rol oynamalıdır. Sinifin də düzgün idarə olunmasında bir sıra texnikalardan, strategiyalardan istifadə olunur. Onlar haqqında sizə məlumat verəcəm. Deməli, gözlənti, prosedur, qayda, sinif daxili konfliktlərin həll olunması və şəxsi nümunə. Deməli, sinifin düzgün idarə olması üçün bunlardan istifadə etmək lazımdır. İlk öncə gözləntiyə baxaq. Gözlənti nədir? Gözlənti müəllimin şagirdə onun davranış və fəaliyyətinin necə bağlı olması ilə barədə ötürdüyü deyək ki, bir mesajdır. Yəni, müəllim şagirddən nə gözləyir? Bax, gözlənti budur. Adından da məlum olduğu kimi. Şagirddən müəllim nə gözləyir? Bu gözləntiləri də biz qabaqcadan şagirdlərə bildirəndə və bu gözləntilərin mahiyyətini şagirdlərə izah edəndə şagirdlər bu gözləntilərə daha yaxşı əməl etmiş olurlar. Bu, həm müəllimlər üçün, həm də şagirdlərin özləri üçün xeyirdir ki, ilk günlərdən bu gözləntilər müəyyən olunsun və effektiv öyrənməyə gətirib çıxarsın. Gözləntilərə deməli biz nümunələr göstərə bilərik. Burada 3 nümunə verilib. Hamıya hörmətlə yanaşın, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin. Təkcə bu gözləntiləri biz şagirdlərə bildirməklə bu gözləntilərə şagirdlərin əməl etməsini gözləyə bilmərik. Çünki bu ümumi bir məsləhət xarakteri daşıyacaq və şagirdlər də bu gözləntiləri bir müddət sonra önəmsəməyəcəklər. Ona görə də biz bu gözləntiləri dərs ilinin ilk günündə mahiyyətini şagirdlərimizə izah etməliyik, açıqlamalıyıq ki, şagirdlər də bu gözləntilərə başa düşəndən sonra daha yaxşı əməl edəcəklər. Misal üçün, hamıya hörmətli yanaşın deyəndə sakit işləyin, başqalarının rahat işləməsi üçün şərait yaradın, başqaları danışanda diqqətlə dinləyin, sözünüz olanda əlinizi qaldırın, növbənizi gözləyin, nəzakətli sözlərdən istifadə edin. Bu oldu hamıya hörmətlə yanaşın gözləntisinin mahiyyəti. Yəni bundan ibarətdir. Sonra digər gözlənti məsuliyyətli olun. Bu nə deməkdir? Yəni hər bir şagird nə etməlidir? Dərsinə vaxtında gəlməlidir. Dərsin başlamasına həmişə qeyd edirik. Texnologiya dərsində 15-20 dəqiqə qalmış şagird dərsə vaxtında gəlməlidir. Dərsin başlamasına qabaq gəlməlidir. Və sinifə girərkən bütün materialların yerində olmasına
əmin olmalıdır və verilən bütün tapşırıqları vaxtında yerinə yetirməlidir. Bu nə oldu? Məsuliyyətli olun gözləntisinin açıqlaması. Digər gözləntimiz nə idi? Təhlükəsizliyə riayət edin. Burada adı səhv gedib. Buna fikir verməyin. Deməli, sinifdə və dəhlizdə yeriyin. Biz gözləntiləri, qaydaları da tətbiq edərkən mütləq pozitiv cümlələrdən istifadə edirik, negativ cümlələrdən istifadə etmirik. Misal üçün, sinifdə və dəhlizə qaçmayın yerinə yeriyin. Sinifdə və dəhlizlərdə yeriyin kimi cümlələrdən istifadə edirik. Əl və ayaq hərəkətlərinizə nəzarət edin. Hər hansı bir hadisə baş verdikdə dərhal müəllimlərə və ya böyüklərə məlumat verin. Bu da oldu. Təhlükəsizliyə riayət edin gözləntisinin mahiyyəti. Biz bu gözləntilərin mahiyyətini şagirdlərimizə açıqladıqda, izah etdikdə bu şagirdlərimiz də buna daha yaxşı əməl etmiş olurlar. Yəni dəqiqliklə bilirlər ki, müəllim onlardan nə gözləyir. Digər strategiyalardan da biri qayda və prosedurlardır. Qayda və prosedurların nə olduğuna baxaq. Deməli, bunlar da biraz gözlənti ilə yanaşı istifadə olunan sinifin idarə olunmasında vacib komponentlərindən biridir. Deməli, effektiv qayda və prosedurlar olmadan təlimin biz düzgün şəkildə aparılmasını gözləyə bilmərik və arzu olunan nəticələrə çatmaq çətin olar. Ona görə də qayda və prosedurlardan da istifadə etmək lazımdır. Qaydalar haqqında ilk öncə məlumat verim. Qaydalar gözləntilərin daha sərt formasıdır. Sual verilə bilər ki, deməli, gözləntinin daha sərt forması nədir? Qaydalar. Çünki müəllim ilk öncə gözləntidən istifadə edir. Yox, əgər bu gözləntiyə də şagird əməl etmirsə, şagirdin özü ilə söhbət aparır. Yox, əgər yenə bir nəticə yoxdursa, valideynlə müzakirə aparır. Və ən sonunda heç bir nəticə olmazsa artıq qaydalara keçir. Qaydalar da tətbiq edərkən bir sıra nüanslara fikir vermək lazımdır. Onları nəzərinizə çatdırım. Deməli, qaydalar şagirdlərdən nəyə əməl etməkləri lazım olduğu göstərilməlidir və burada müsbət və mənfi nəticə göstərilməlidir. Müsbət nəticə deyəndə hər hansı bir qaydaya əməl olunarsa, şagird mükafat ala bilər, təriflənə bilər. Tam əksinə, əməl etməzsə mənfi nəticə baş verər, şagird cəzalana bilər. Bu kimi qaydalar qabaqcadan şagirdlərə çatdırılmalıdır. Qaydaların da davranışın bir neçə aspektini demək olar ki, burada göstərmiş olur. Sinifin təhlükəsizliyini. Yəni şagird sinifin təhlükəsizliyinə aid qaydalar öz əksini tapmalıdır. Yəni burada dalaşmamaq, avadanlıqlarla ehtiyatlı davranmaq, sonra hörmət, bir-birini sona kimi dinləmək, yoldaşlarla hörmətlə davranmaq, daha sonra dərslərə məsuliyyətli yanaşmaq, yeni dərsə vaxtında gəlmək, hazırlıqlı gəlmək, nəticə əldə etmək üçün əlindən gələni etmək. Bu kimi deməli aspektlər öz əksini tapmalıdır. Sinif qaydalarını da izah edərkən müəllim özü də bu qaydalara əməl etməlidir, rol model olmalıdır. Hər zaman qeyd edirəm, müəllim ilk özü rol model olmalıdır. Nümunə olmalıdır ki, şagird də ona əməl etmiş olsun. Yəni bu qaydaları şagird bilməlidir ki, pozduğu halda nə baş verir və onun nə gözləyir. Qabaqcadan bunu biləndə heç bir anlaşılmazlıq olmur. Qaydalar tətbiq edərkən də müəllim çalışmalıdır ki, şagirdlərin də iştirakını təmin etsin. Şagirdlər bu prosesdə iştirak eləsələr, qaydaları tərtib edərkən o qaydalar daha yaxşı əməl etmiş olarlar. Və qeyd elədiyim kimi, şagirdlər qaydalara əməl edəndə və əməl etməyəndə onların nəyin gözlədiyini də qabaqcadan bildikləri üçün çalışarlar ki, hər zaman qaydalara əməl etsinlər. Qaydalar da, qaydaların sayı da 3-5 arası olmalıdır. Yəni daha artıq qayda tətbiq etmək yaxşı bir hal deyil. Çünki çox olan qayda şagirdlər həm yadından çıxar, həm də burada artıq sinifi həddən artıq çərçivəyə salar. Mütləq 3-5 arası, yəni bu ən optimal bir seçimdir. Daha çox qayda tətbiq etmək olmaz. Bir də bu qaydaları tərtib edərkən bayaq da qeyd etdiyim kimi biz cümlə quruluşuna fikir verməliyik, pozitiv cümlələrdən istifadə etməliyik. Yox, olmaz kimi negativ sözlərdən istifadə etməməliyik. Misal üçün, qaçmaq olmaz. Yox, biz məktəbdə ancaq yeriməliyik, yeriyirik. Bu kimi pozitiv cümlələrdən istifadə edə bilərik. Yəni, yadda saxlayın ki,
Sinif qaydalarını da tərtib edərkən bunların sinifin görünən bir yerindən asmaq da lazımdır ki, şagirdlər onları asanlıqla görə bilsinlər və müəllim nə zaman ki qaydaları şagirdlərə xatırlatmaq istəyir, posterlərə işarə edə bilsin. Ona görə görünən yerdən asmaq daha məqsədə uyğundur. Digər strategiyalarımızdan biri də adlanır prosedurlar. Prosedurlar bizim həyatımızın demək olar həyatımızda rast gəldiyimiz hallardan biridir. Deyək ki, insanların davranışı ilə, fəaliyyəti ilə bağlı keçirdikləri ardıcıllıqlardır. Burada nümunələrdə verilir. Misal üçün, baxın, iri marketlərdə daxil olan zaman deyək, kasaya yaxınlaşan zaman deyək, baxın, ardıcıllıq, növbə. Baxın, prosedurlara baxın və yaxud deyək ki, hər hansı təyyarə ilə səfər edərkən hava limanında qeydiyyatdan keçmə proseslərinin ardıcıllığını biz prosedurlara nümunə göstərə bilərik. Yəni həyatımızın hər bir hissəsində prosedurlar var və həyatımızı daha rahat və axıcı etmiş olur. Bəs müəllim hansı hallarda sinif prosedurları tətbiq edə bilər? Bunlara fikir verin. Bunlar testlərdə qarşınıza çıxacaq. Nə zaman istifadə edə bilər? Dərsə gecikmə zamanı, sonra diqqətin müəllimə yönədilməsi lazım gələrsə, iş vərəqləri ötürəndə, dəhlizdə hərəkət edəndə, tapşırığı tez bitirəndə, müəllim sinifdə olmayanda, sinif müzakirələrində iştirak edəndə, summativ qiymətləndirmə zamanı köçürmə halı baş verəndə, əməkdaşlıq şəraitində işləyəndə, sual verəndə, təhlükəli hallar baş verəndə, əlavə material lazım olanda, sinifi tərk edəndə, bu kimi hallarda deməli prosedurlar tətbiq oluna bilər. Prosedurların da qabaqcadan hazırlanması və şagirdlərə mahiyyətinin açıqlanması dərsin effektiv qurulmasına və effektiv öyrənməyə səbəb olur. Həmçinin əlavə vaxt itkisinə səbəb olmur. Demək, deyək ki, hər hansı bir şagird dərsə gecikib, bununla bağlı hər hansı bir prosedur yoxdursa, o qapını döyür, içəri daxil olur. Müəllim ona niyə gecikdiyi ilə bağlı sual verir. Şagird bunu cavablandırır. Artıq burada dərsin vaxtından gedir. Yəni dərsdə vaxt itkisi baş verir və dərsin gedişatına təsir göstərir. Həmçinin şagirdlərin də dərsə cəlb olunmasına maneçiliyi törədir. Ona görə qabaqcadan prosedur olanda şagird sakit ciddi sinifə daxil olur, yerinə keçir və dərsə qoşulur. Yəni bilir ki, bu belə olmalıdır. Daha dərsin gedişatına mane olmur. Digər prosedurlar da var ki, onlar haqqında da sizə məlumat verim. Sinif müzakirəsi proseduru nədən ibarətdir? Deməli, danışanı diqqətlə dinləmək lazımdır. Baxışlarımızı ona yönəldirik. Qarşılıqlı hörmətə riayət edirik. Danışmaq istədikdə əlimizi qaldırırıq. Bu sinif müzakirəsi proseduru bundan ibarətdir. Bunların mahiyyətini biz şagirdlərimizə çatdırırıq. Şagirdlərin diqqətini müəllimə yönəltmək üçün şagirdlər qələmləri yerə qoyurlar, müəllimə baxırlar və sakitcə müəllimi dinləyirlər. Sonra müəllimdən kömək istəyəndə bəs olan prosedur nədən ibarətdir? Şəhadət barmağımızı qaldırmaq, səbirlə müəllimin bizi görməyini gözləmək, səbirlə müəllimin bizə yaxınlaşmasını gözləmək. Bu da müəllimdən kömək istəyəndə olan prosedurların mahiyyəti idi. Yenə də qeyd edirəm, istər gözlənti olsun, istər qayda olsun, istər prosedur olsun, qabaqcadan mahiyyət şagirdə bildiriləndə şagird ona daha yaxşı əməl etmiş olur. Belə ümumi məsləhət xarakteri daşımamalıdır bu prosedurlar. Mütləq bunların mahiyyəti açıqlanmalıdır. Bəs prosedurlar şagirdlərə necə öyrədilməlidir? Yəni bilirik ki, bunların da öyrədilməsi müəyyən bir vaxt ala bilər və davranış pozuntularının çoxu da şagirdlərin bu prosedurlara əməl etməməsindən irəli gəlir. Bu prosedura əməl etməməyin də 3 əsas səbəbi var. İlk səbəb ondan ibarət ki, müəllim prosedurun nədən ibarət olduğunu öyrətməyib. Bayaqdan dəfələrlə qeyd edirəm. İzah etməyib, mahiyyətini açıqlamaq lazımdır. Müəllim proseduru sadəcə məsləhət xarakterli hazırlayıb sinifə poster kimi atsa, təbii ki, o şagirdlərin marağına səbəb olmaz. Mütləq müəllim prosedurun nədən ibarət olduğunu öyrətməlidir, izah etməlidir, mahiyyətini açıqlamalıdır. Şagirdlərə prosedurlara necə riayət etmələri öyrədilməyib. Bəli, yenə də öyrədilməyib. Müəllim sinifi prosedurlarla idarə etməyə vaxt sərf etmir. Bəli, müəllim qətiyyən yəni bu sinif prosedurlarını idarə etməyə vaxt sərf etmir. Deyir yaxı, müəllim bunu
model olmalıdır, nümunə olmalıdır ki, şagirdlər də görsünlər ki, müəllim bunu əməl edir, şagird də əməl etsin. Ona görə də burada prosedurların öyrədilməsində 3 addım yanaşması var. Öyrət, məşq et və möhkəmləndir. Öyrətmək deyəndə biz bilirik ki, mütləq izah edilir, öyrədilir və məşq edilir, möhkəmləndirilir. Misal üçün deyək ki, sinifin evə buraxılması proseduru var. Yəni dərs bitib, şagirdlər evə getməlidir. Burada müəllim soruşmalıdır, stolun səliqəlidirmi, stolun ətrafı təmizdirmi, ev tapşırığını götürmüsünüzmü? Bu kimi prosedurlar tətbiq olunmalıdır. Və prosedurun öyrədilməsi zamanı isə müəllim sevimli şagirdlər prosedura əməl etdiyinizi əmin olmadan sinifi tərk etməyin. Dərsin sonuna 2 dəqiqə qalmış. Mən sizə məlumat verəcəm ki, siz partanızın və ətrafı təmizləyəsiniz və evə götürməli olan əşyalarınızı deməli götürəsiniz. Və mən yaxşı ol deyəndə artıq siz sinifi tərk eləyə bilərsiniz. Bu oldu öyrətmə mərhələsi. Sonra məşq etmək. Bircə dəqiqə. Artıq məşq etməyə keçdik. Məşq etmədə artıq müəllim dediklərini sakitcə siz yoxlayırsınız. Partam səliqəlidir və təmizdir. Kitablarım mənə məxsusdur. Götürmüşəm. Partamın ətrafı təmizdir, səliqəlidir. Və artıq mən yaxşı yol deyəndə siz getməyə hazırsınız. Burada da yadınızda qalsın ki, müəllim partaların arasıyla gəzir və müşahidəsini sözlə ifadə edir. Bu stol təmizdir. Kiminsə jaketi burada qalıb. Bu sıra təmizdir. Ev tapşırığını götürdüyünüz üçün çox sağ olun. Bu kimi məşq etmə deməli ifadələr işlədilir. Möhkəmləndir də gəldikdə isə artıq müəllim proseduru hər gün yerinə yetirir və uşaqların da bu prosedura əməl etmələrini başa salır ki, yəni bu proseduru əməl etmək lazımdır. Əməl edər zamanda onlara təşəkkürünü bildirir. Bəzən prosedurun öyrədilməsində müəllim çox israrlı olmalıdır. Açar məqam bundan ibarət ki, müəllim israrlı olmalıdır. Müşahidələr göstərilir ki, müəllim sinif prosedurlarını tətbiq edir və bu əvvəlcə şagirdlərə maraqlı gəlir, amma sonralar prosedura riayət edilməsi baxılır ki, effektiv şəkildə yerinə yetirilmir və daha cəhd göstərilmir buna. Bu da təbii ki, burada müəllimin israrlı olunmasından nəticələnməlidir. Müəllim israrlı olmalıdır. Bu da bir vərdişin insanda formalaşması bilir ki, müəyyən bir vaxt aparır. Bəzi tədqiqatçılara görə bu 21 gün belə hətta çəkə bilər. Yəni müəllim səbirli olmalıdır, təmkinli olmalıdır. Bu prosedurları şagirdlərə öyrədənə qədər səmirlə, təmkinlə, israrlı şəkildə çalışmalıdır. Sonra sinifin idarə olunmasında bir sıra strategiyalar da var ki, onlar haqqında da sizə məlumat verim. Deməli, aydın prosedur olmalıdır, yüksək gözlənti, qaydalar yaradın və şagirdlərinizi öyrədin. Yanlış davranışın nə nəticələndiyini şagirdlərə izah edin. Dərs ilinin ilk günündə qoyduğunuz prosedur, qaydalar, gözləntiləri həm özünüz, həm şagirdləriniz tərəfindən əməl olmasına israrlı olun. Bax, sadaladıq bunları. Şagirdlərə özünü monitoring, özünü idarə etmə qabiliyyəti aşlayın və s. Bunlara bir baxarsınız müəllimlər. Burada qara nöqtələrlə verilir. Bir mən sadalamıram. Fikir verərsiniz bunlara. Sonra var sinifin effektiv idarə olmasında deməli sinifdə öyrənməyə təsir nədən ibarətdir? Sinifin effektiv idarə olmasının. Yəni şagirdlər dərsə tam cəlb olunur. Şagirdlər onlardan nələr gözləndiyini bilirlər və bu da uğurla nəticələnir. Vaxt itkisi, çaşqınlıq, dərs pozuntusu demək olar ki, müşahidə olunmur. Sinif mühiti şagird yönümlü olur. Eyni zamanda rahat və xoşagəlimli olur. Sinifin deməli idarə edilməsi strategiyalarından da bunlar. Sonra sinifdə daxili konfliktlərin həll olunması olur ki, bəzən anlaşılmazlıqlar olur ki, bunlar da hər növ situasiyalarda yarana bilər. Çünki insan faktorun olduğu yerdə, yəni bu konfliktlərin olması gözlənilən haldır. Və bu konfliktləri də həll etmək üçün müəllim burada 3 əsas istiqamətdə deməli çalışmalıdır. Sinif iclaslarının keçirilməsi, yazılı şəkildə ortaq dəyərlərin yaradılması, xüsusi müəllim strategiyaları. Sinif deməli iclaslarının keçirilməsi, şagird və müəllimlərin rəsmi şəkildə yığışması,
Burada deməli davranmağın öyrədilməsi, möhkəmləndirilməsi baxımından güclü bir vasitədir. Bu da təbii ki, sinif iclasları şagirdlərdə baş verən problemləri müzakirə edirlər və belə müzakirələr zamanı da demək olar ki, əsas burada xülasələr var. Müəllim problemin xülasəsini təqdim edir. Hər iki tərəf növbə ilə problemi öz tərəfindən izah edirlər. Qruplarda şagirdlərə imkan verilir ki, problemi həll yolu kimi təklif bildirsinlər və konflikdə olan iki şagird buradan uzaqlaşır və ikisi bir yerdə, təklikdə bu məsələni həll edib, qərarlaşıb yenidən sinifə məruzə etmiş olurlar. Deməli, bu qədər. Sonra mümkün həll yolları da var ki, üzr istəmək, çıxıb getmək, baş verənlərə məhəl qoymamaq, mütləq bunlara da fikir verərsiniz. Növbəti iclasın gündəliyinə daxil etmək, sakitləşmək üçün birdən 10-a kimi saymaq, qarşı tərəflə əl sıxmaq, başqa bir seçim etmək. Yəni bu da sinif daxili konfliktlərin həll olunmasında istifadə olunan həll yolları kimi göstərilə bilər. Sonra sinif iclaslarında şagirdlərə uzun müddətli sosial bacarıqlarını həmçində də bu inkişaf etdirə bilər. Yəni bu nə deməkdir? Bir dəqiqə. Deməli burada artıq şagirdlər öz fikirlərini, baxışlarını düzgün şəkildə ifadə etmək bacarığı formalaşır onlarda. Kreativ düşünürlər, digərləri ilə problemi həll edirlər, öz davranışlarını digərlərin üzərində də təsiri barədə refleksiya edirlər, başqalarının davranışlarının ona necə təsir etdiyini mədəni şəkildə bildirirlər, hörmətlə digərlərinin fikirlərini sorğu-sual edirlər. Bu da uzun müddətli sosial bacarıqları inkişaf etdirmiş olur. Sinif iclaslarının da əsas prinsipi nədən ibarətdir? Qarşılıqlı hörmət, dürüstlük, mehribanlıq və fəal dinləmə. Bunlar da yadınızda qalsın. Sonra ortaq dəyərlərin yaradılması. Ortaq dəyərlərin yaradılması nədir? Yəni yazılı şəkildə ortaq dəyərlərin yaradılması problemlərin daha effektiv həll yolunu əsasını qoymuş olur. Burada şagirdlərin məsuliyyət daşıdıqları məqamlar və bu məqamlarda bir-birinə necə davranmalı olduqları qeyd olunur. Burada da nümunə verib, nümunəyə fikir verərsiniz müəllimlər. Sadə bir şeydir, burada heç nə yoxdur. Və gəldik burada deməli reaktiv və proaktiv öyrənməyə. Bu haqda yadınızda qalsın. Testlərdə də qarşınıza çıxacaq. Sizin üçün izah edeyim. Deməli sinifdə davranışla bağlı iki cür yanaşma var. Reaktiv və proaktiv. Reaktiv yanaşma ondan ibarətdir ki, müəllim baş verən hadisələrlə bağlı qabaqcadan hazırlanmış hər hansı bir planı olmur. Sadəcə problem yaranan zaman qışqırmaqla, cəza ilə, hətta qorxu ilə reaksiya verir. Bu da təbii ki, müvafiq qaydada davranmağa müəllimi məcbur edir. Bu da təbii ki, doğru hal deyil. Amma proaktiv öyrənmədə isə effektiv təlim mühiti yaradan müəllim proaktiv yanaşmadan istifadə edir. Bu zaman sinif pozuntuları baş vermədən əvvəl bu cür pozuntuların qarşısını almaq üçün müəllimin qabaqcadan planı olur. Müəllim problemin nizam-intizamla, qaydada, prosedurla, iş rejimində, yəni akademik nailiyyət üçün sinifi təşkil edən planı mütləq şəkildə qabaqcadan olur. Və proaktiv müəllim problemlərin baş verməsinin qarşısını necə almaq lazım olduğunu da bilmiş olur. Yadınızda qalsın. Burada da nümunə verilib, buna baxarsınız. Sonra gəldik buzqıran strategiyalarına. Buzqıran strategiyaları nədir? Adından da məlum olduğu kimi. Buzqıran. Yəni şagirdlərin şagird, müəllim-şagird münasibətlərini tənzimləmək üçün istifadə olunan strategiyasıdır buzqıran strategiyası. Yəni münasibətləri tənzimləyir. Bu strategiyanın da əsas məqsədi ondan ibarətdir ki, şagirdlər bir-birlərini daha yaxından tanısınlar. Bir-birlərini daha yaxından tanıyanda daha yaxşı başa düşərlər. Həm əməkdaşlıq olsun, həm iş formaları zamanı deməli münasibətlər qaydasında olarsa, effektiv öyrənmə də baş tutar. Və buzqıran strategiyaları da daha çox akademik ilin əvvəlində tətbiq olunur, amma bəzən də ehtiyac olarsa istifadə etmək olar. Üstünlüyü ondan ibarətdir ki, burada üstünlükləri verilib. Deməli, şagirdlər bir-birlə tanış olurlar, bir-birinə inam yaranır
məlumatları sərbəst bölüşmə təmin olunur, təhlükəsiz öyrənmə mühiti yaranır, səmərəli öyrənmə baş verir, utancaqlıq aradan qalxır, gərginlik aradan qalxır və ünsiyyətləri asanlaşır, şagirdlərin aktiv iştirakı təmin olunur. Bunlar yadınızda qalsın. Buzqıran strategiyasının üstünlüyüdür. Buzqıranlardan həm canlı, həm də distant dərslərdə də istifadə etmək olar. Burada əsas məsələ uyğun buzqıran strategiyası seçilməlidir. Yəni həm vaxt baxımından, həm material baxımından müəllim çalışmalıdır ki, uyğun bir buzqıran strategiyası seçsin. Burada nümunə olaraq fikir verin. Nümunələr göstərilib burada. Sevdiğin bir aforizmi yazmaq, keçmişini, indini və gələcəyini təsvir edən 3 söz yazmaq, sənə məxsus olan unikal xüsusiyyətini təsvir etmək, paylaşımlardan birini seçmək, ona cavab vermək, absurd suallardan istifadə etmək, tor strategiyasından istifadə etmək kimi deməli strategiyalar göstərilibdir. Burada sevdiğin aforizmi yazmaq deyəndə şagirdlərə tapşırılır ki, hər bir sevdiği aforizm desin, amma bir-birinin yazdığını dinləyir və sonra hər şagird en çok beğendiği aforizmi seçerek ona kısaca fikir bildirmiş olur. Sonra sen keçmişini, indini və gələcəyini təsvir edən 3 söz yaz deyəndə şagirdlər kiçik kağızlarda özləri ilə bağlı 3 söz yazırlar və bir-birindən bölüşürlər və onlar sonra sinifdə müzakirə olunur. Sənə məxsus olan unikal xüsusiyyətləri təsvir elə. Şagirdlər öz xüsusiyyətlərini paylaşırlar və təbii ki sonra bu müzakirə olunur. Paylaşımlardan, yəni postlardan birini seç, ona cavab yaz. Dərsdən bir gün əvvəl şagirdlər müəllimin göstərişi ilə hər hansı bir onlayn platformada istənilən bir postu paylaşırlar. Şagirdlər bir-birinin yazdığını oxuyur və növbəti dərs günü ən çox bəyənilən paylaşıma fikir bildirirlər. Absurd suallara gəldikdə isə şagirdlər qruplara bölünür. Onlara əgər sözü ilə başlayan absurd, amma eyni zamanda da düşündürücü suallar verilir. Misal üçün, əgər hamının ideal yaşı olsaydı nə baş verərdi? Əgər insanlar emosiyalarını büruzə verməyə bacarmasaydılar, münasibətimiz necə olardı? Bu kimi sualları müzakirə etmiş olurlar. Sonra tor strategiyalarına gəldikdə isə tor strategiyası da ən məşhur strategiyalardan biridir. Şagirdlər dairə boyu düzülürlər və sap şagirdlərdən birinə verilir və şagird sapı parmağını 2-3 dəfə dolayır və öz haqqında məlumat verir. Adı, soyadı, ailəsi haqqında, hobbisi haqqında və digər şagirdlər də diqqətlə qulaq asırlar. Özü ilə müqayisə edirlər və uyğunluq olanda şagird mən də deyərək demək olar ki sapı parmağına dolamış olur. Deyək ki şagirdin biri deyir ki mənim 2 qardaşım var. Digər şagirddə də eynidirsə o mən də deyir və bu zaman elində olan demək ip digər şagirdə ötürülür və lakin amma o parmağından açmamaq şərti ilə növbəti şagird eyni birinci şagirdin etdiyi kimi sapı parmağına dolayır və öz haqqında danışır. Nəticədə bu 2 şagird bir-birinə sapla bağlı olur. Eyni qaydada yumaq bütün şagirdlər ötürülür və dairə tamamlanandan sonra bütün şagirdlər bir-birinə sapla bağlı olurlar və dairənin mərkəzində sapdan ibarət tor əmələ gəlir. Müəllim şagirdləri birləşdirən saplarda birini tərp etdikdə bütün şagirdlərin əli tərpənmiş olur. Bu da onunla izah olunur ki, hamının ortaq cəhətləri var və cəhətlərimiz bizi bir-birimizə necə bağladığını əyani şəkildə göstərmiş olur. Sonra müəllim deməli neynir? Şarın üzərinə çoxlu sayda yapışqanlı kağızlar yapışdırır. Hər kağızın üzərində şagirdləri narahat edən bir qorxu hissi yazılır. Misal üçün imtahandan kəsilmək, qaranlıqdan qorxmaq, təklikdən qorxmaq, yüksəklikdən qorxmaq. Bu kimi qorxu hissləri yazılır və müəllim bu şarı bizi narahat edən qorxu hisslərimizin göstəricisi olduğunu izah edir və sonra dairənin mərkəzində yaranan torun üzərinə atır. Tor seyrək olan yerlərdə şarın yeri düşdüyünü, amma sıx olan yerlərdə isə şarın havada qalxdığı müşahidə olunur. Bu zamanda müəllim orta cəhətlərimizin həyatda rast gəldiyimiz çətinliklərlə həll etməyimiz üçün bizə lazım olduğunu göstərir. Bu da şagirdlərin bir-birlərini davamlı olaraq yaxşı tanımaqlarının lazım olduğunu göstərmiş olur. Bu strategiyalar da şagirdlərə birlik haqqında dərin fəlsəfi fikirlər yaradılmasını təmin etmiş olur. Bu strategiyalar ümumilikdə dərs vaxtının 15-20 dəqiqəsini
demək olar ki, almış olur. Və lazım olan deməli bu strategiyalarını da dərs ilinin qeyd etdiyim kimi ilk günündə tətbiq olunur. Bu da akademik nailiyyətlərin yüksəldilməsini gətirib çıxarır və təbii ki, lazım gələrsə müəyyən vaxtlarda da istifadə oluna bilər. Materiallar nələrdən istifadə olundu? Yumuşaq, şar, yapışqanlı kağız, qələm, qayçı. Materiallar da yadda qalsın. Digər təbii ki, strategiyalarda, buzqıran strategiyalarda mövcuddur. Müəllim bunları təbii ki, araşdırmaqla sinifimiz üçün ən uyğun olanı tapa bilər və ondan istifadə edə bilər. Əsas odur ki, seçdiyimiz strategiya sinifimizə nə dərəcədə uyğundur. Yəni şagirdlərin sayına, bilik səviyyəsinə, sonra strategiyanın prosedurunu əvvəlcədən planlaşdırmaq. Yəni bizim kifayət qədər bu strategiya üçün yerimiz olmalıdır. Lazımi materiallar qabaqcadan hazırlanmalıdır. Vaxtımız nəzərə alınmalıdır. Və çeviklik strategiyası da olmalıdır buradakı. Yəni strategiyanın tətbiqi plana uyğun baş tutmaya bilər. Bu zaman müəllimin çevikliyi burada olmalıdır ki, digər bir planının da olması lazımdır. Yəni digər bir strategiyadan istifadə edə bilsin. Bu qədər müəllimlər, düzdür, geniş mövzuydu. Doğrudur, amma geniş olsa da bir o qədər də sadə mövzudur. Diqqətlə dinləyin, öz qeydlərinizi götürün. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti dərsə qədər.